Son günləri biz Xordad ayının 23-dir, 1400'dür. Gəlmişik Meşkinin yaxınlığında Adlı kəndinin kənd muzəsinə. Siz görürsünüz ki, burada bu gözəl vəsilələr ki, keçmişdə istifadə olubdur. Bəlkə gələcəkdə daha bunu kimsə görməyə. Ağaya deyir, Ammar Əhmədi zəhmətin çəkiblər belə bir imkanlar. Baxın, görürsünüz gözəl. Burada nə gözəl şeylər var. Mən dəvət edirəm ki, hər kəsin fürsəti varsa gəlsin. Bu muzədən, bu kənd muzəsindən görüş edəsin. Görsün ki, bizim keçmişdə nə vəsilələrdən istifadə edilmişik və indi onların çoxları daha yoxdur. Bəlkə bir 2 nəsildən sonra daha bunlardan tapılmayacaq. Baxın, arz olsun ki, bu hanadır demək olar ki, bu hananın özünü burada əldən göstərir. Ondan sonra bizim nəfti çıraqlarımız, buna biz 7'li deyərdik bir zaman. Daha bu əlindən dolandır, barmağına şar verirlər ki, qədim telefonlar ki, bu qədər eyni halda cəzid olsa bu radiodur. Ha, bu radiolar məsələn çox az tapılan radiolardır. Və belə bu taxta işçi, ondan sonra bu tablolar, bu qaval, bu televizyon daha indi heç bir kəsin evində təqribən yoxdur. Çünki istifadələn qıraqdır. Və belə yerlər var. Düzdür, gedək elə olursa, elə o cür məndən film götürə gəlir burada. Burada gəlir, burada bir baxalım. Bunun qalanı bu ikinci otaqdır. İkinci otağa baxan yenə bu Adlı kəndinin kənd muzəsinə. Burada görürsünüz ki, nə gözəl vəsilələr vardı. İndi o kənd əhalisinin tuman köynəyi deyərlər bunlar. Köynək libasları, ona paltoları, ondan sonra bu fərşləri, bu da onun vərdiş vəsilələri ki, bir zaman olur. Bu fərşlərin çoxları daha indiyə ehtimalən heç yerdə olmuyor bu model ki, bu naxışlar ki, burada görsənir, yaxın faltarları ki vardı, bunlar ki biz burada görürük. Mən hamını dəvət edirəm ki, fürsətləri olsa gəlsinlər bura, bu tərəfdən də lütfən, mən bu yana gedim, baxın buranı da bir görsədiniz, bu zəhmətləri ki, siz çəkibsiniz burada, az zəhmətlər. Belə bir bu kətdə, belə bu kənd muzəsi düzəlibdir. Və biz gəldik burada çox şeyləri ki, keçmişdə fəqət zehnimizdə qaldı.